Bəli, İslamabadda Amerika Birləşmiş Ştatları və İran nümayəndələri arasında keçirilən görüşlərin nəticələri, daha doğrusu nəticəsizliyi dünyanın bir çox paytaxtında olduğu kimi Ankara'da da siyasi, diplomatik dairələrin diqqət mərkəzində qalmağa davam edir. Ankara vəziyyəti dramatikləşdirmək istəmir. Bugün Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bu məsələ ilə bağlı bəyanatlarla çıxış edib. O qeyd edib ki, bəli, İslamabadda ilk görüş keçirilib və tərəflər öz mövqelərini ortaya qoyublar və adətən ilk görüşdə tərəflər maksimalist mövqedən çıxış edirlər ki, daha sonra vasitəçilərin də dəstəyi ilə, töhfəsi ilə müəyyən güzəştlərə geçsələr də öz əsas hədəflərini, mənafelerini qoruya bilsinlər. Digər tərəfdən Hakan Fidan hesab edir ki, bu cür mürəkkəb və çoxsaylı problemlərin olduğu məsələnin 15 gün içində həlli qeyri-mümkündür. Texniki cəhətdən də mümkün deyil. Bunun üçün onun fikrincə ən az 45-60 gün vaxt tələb olunur. Hakan Fidan bildirib ki, o hər iki tərəflə təmaslarını davam etdirir və Ankaranın bu prosesə necə müsbət töhfə verəcəyini müəyyənləşdirməyə çalışır.